Ərəblərdə belə bir zərb-məsəl var. Əvvəl rəfiq, bə'dəl təriq. Əvvəl yoldaş, sonra yol. İndi mən bu zərb-məsəli sizə farsça oxuyacağım. مردی بود که حکایت میکرد من 30 سال تجارت کردم و هرگز در سفر بی رفیق نبودم. Bir adam hikayət edir ki, mən 30 il ticarət etdim, amma qətiyyən yoldaşsız səfər etmədim. در ابتدایی تجارت پدرم مرا وصیت کرد که هرگز بی رفیق و تنها سفر نکنیم. Ticaretimin başlanğıcında atam mənə vəsiyyət etdi ki, nə bada yoldaşsız və tək səfər etməm. اتفاقا بعد از فوت پدر از اقوام دلگیر شدم. Təsadüfən atamın ölümündən sonra incik oldum qohumlarımdan. همیانه زری داشتم، بر کمر خود بستم و بیرفیق از خانه بیرون آمدم. Bir qızıl kisəyə sahib idim, belimə bağladım və yoldaşsız evdən yola çıxdım. بعد از 2 روز غریبی بر من اثر نمود. خواستم برگردم، غرور جوانی mane şod. 2 gün sonra qəriblik hiss elədim, geri qayıtmaq istədim, amma cavanlıq qüruru mane oldu. پس به خاطرم رسید نصیحت پدر را بیازمایم. Sonra atamın vəsiyyəti xatirimə gəldi ki, sınayım. به نخلستانی رسیدم که از آباده دور بود. Bir xurmalığa yetişdim ki, yaşayış yerindən uzaq idi. پشیمان و حیران نه طاقت رفتن و نه قدرت برگشتن داشتم. Peşman və təəccüblü, nə getməyə taqətim, nə də geri qayıtmağa qüdrətim, gücüm vardı. ناگاه 2 نفر را دیدم که به جانب من می آمدند و هر دو دوز بودند. Birdən 2 nəfərin mənə tərəf gəldiyini gördüm və hər ikisi oğru idi. اتفاقا 1 نفر دیگر رسید و هر 3 با هم برامیختند. Təsadüfən bir nəfər başqası da onlara çatdı və hər üçü bir-birinə girdilər, qırğın elədilər. بالاخره یکی از آنان 2 نفری دیگر را هلاک نموده و اسبان ایشان را بردرخته بست və fariq şod. Nəhayət, yəni sonunda o bir nəfər digərlərindən bir nəfər, digər 2 nəfəri həlak etdi və atlarını bir ağaca bağladı, rahat oldu. Pəs tix keşid və ruyi be mən avərd. Sonra qılıncı çəkdi və mənim üstümə gətirdi. من غالب توهی نمودم و از ترس همیانی که به کمر داشتم قشوده و dur انداختم. Mən çökmüşdüm həyəcandan, yəni və qorxudan belimə bağladığım kisəni açdım və uzağa atdım. Rəft və həmiyan ra berdاشت. Getdi və kisəni gətirdi. Qoftam. Ey cavan mərd, mərə bəbəxş. Dedin, ey cavan mərd, məni bağışla. Pəs celu آمد və cameهای مرا بیرون آورد و دست مرا محکم بست و بر یکی از اسبها سوار شد. Mənim yanıma gəldi, paltarlarımı çıxartdı, əlimi möhkəm bağladı və atlardan birinə suvar oldu. Mən an şəb, qorasna و təşnid در آن صحرا بماندم. Mən o gecə, o axşam ac və susuz səhrada qaldım. Və xod گفتم خودکرده را تدبیر نیست. Özü edənə tədbir yoxdur. Çün ruz şod, با خود گفتم. Səhər ki oldu, özümlə dedim. Bir tərəfi باید رفت. Bir tərəfə mütləq get. روان شدم که مبادا بلای دیگر بر سر من آید که بخت چون برگردد پالوده دندان بشکند. Yola rəvan oldum ki, bir başqa bəla başıma gəlməyə, çünki əgər bəxt çönmüşsə, dondurma, marujna yeməkdən də diş sınar. An ruz ta şəb در نخلستان میگردیدم. O gün axşama qədər xurmalıqda gəzdim, dolaşdım. از دور روشن دیدم. خوشحال شدم که
به آبادی رسیدم. اما نره شیر از هر طرف میشنیدم. Ama demek ışık gördüm, çok sevindim ki abadlığa yetiştim. Ama bir şirin nərəsini hər tərəfdən eşidirdim. رو به سوی آن روشن رفتم، چون نزدیک رسیدم آتش بسیاری افروخته دیدم. Mən işığın parıltısına getdim, çünki yaxınlaşdım, ateşin daha çox olduğunu, yəni işığın daha